Salam, sabahınız xeyir olsun. 7 avqust 2026-cı il tarixidir. Yay fəslinin 47-ci günüdür. Səfər ayının 24-cü günüdür. Avqust ayının ilk həftəsinin ilk cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. Cümə dualarımız, ibadətlərimiz qəbul olunsun. 7 avqust günündə günümüz xeyirli uğurlu keçmiş olsun. 7 avqust günündə kimlər işləri arxasınca gedirlər, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli ruzi ilə, şad xəbərlərlə zəngin olan bir 5-ci günü, cümə günü keçirmələrini arzularım. 7 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digərləri, onların hər birinə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş abadlığı və şad xəbərlərlə zəngin olan bir cümə günü 5-ci günü keçirmələrini arzularım. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzularım. Eləcə də 7 avqust günündə demək, müəllimlərin işə qəbul, sertifikasiya imtahanının müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehin açıqlığı, yol açıqlığı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, şad xəbərlərlə zəngin olan bir cümə günü, 5-ci günü keçirmələrini arzularım. Müsahibə mərhələsindən də uğurlar əldə etmələrini arzularım. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanı üzrə uğursuz nəticə göstərənlərə isə ruhdan düşməməyə, can sağlığı, ruh yüksəkliyi ilə, zehin açıqlığı ilə, yol açıqlığı, iş abadlığı ilə yenidən hazırlaşaraq, imtahanlara qoşularaq yüksək nəticələr əldə etmələrini arzularım. Bununla yanaşı isə demək, 7 avqust günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm. Qalanlara səbir, can sağlığı diləyirəm. Bununla yanaşı 7 avqust günündə kimlər xatırlanır, anılır, yad edilir. Hər birinin ruhu şad olsun. Onların hər birini xoş xatırlamağı, yad etməyi, anmağı hər birimizə arzularım. 7 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 7 avqust günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, eləcə də əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan dinc qulaqlı bir cümə günü, 5-ci günü keçirmələrini arzularım. 7 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür, peşə günüdür, işə qəbul günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Hər birinə can sağlığı, bol ruzi, müvəffəqiyyətlər, uğurlar arzularım. 7 avqust günündə tarixi günlər vardır. 7 avqust günündə baş verən tarixi günlər isə bunlardır. 7 avqust Kiribatidə gənclər günüdür. Allah bütün gənclərimizi qorusun və bütün gənclər sağ-salamat yetişmiş olsun. Cəmiyyətimiz, xalqımız, millətimiz üçün və özlərinin təmsil etdikləri ölkələr, millət, xalq üzrə gözəl nəticələr əldə etsinlər, gözəl şəkildə təmsil etsinlər, məsuliyyətli, vicdanlı, vətənpərvər, xeyirxah, mərhəmətli, insaflı, humanist kimi gənclərimiz olaraq yetişmiş olsunlar. Bununla yanaşı isə 7 avqust 936-cı ildə Almaniyalı kral olan 1-ci Ottonun tac qoyma mərasimi baş tutduğu gündür. 7 avqust 1620-ci ildə Katerina Keller cadugarlıqda ittiham olunduğu gündür. 7 avqust 1789-cu ildə Amerika Birləşmiş Ştatlarında Müharibə Nazirliyinin əsası qoyulduğu gündür. 7 avqust 1950-ci ildə Kotivar müstəqillik əldə etdiyi gündür. 7 avqust 1970-ci ildə dünyada ilk dəfə olaraq demək, kompüterdə şahmat yarışı keçirildiyi gündür. 7 avqust 1976-cı ildə 11 aylıq uçuşdan sonra Viking 2 kosmik gəmisi Marsın orbitinə yetişdiyi gündür.
7 avqust 1999-cu ildə isə İkinci Çeçen müharibəsinin başladığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.